Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə kəşf çox gördüyüm bütöv portaxal ilə hazırlanan keks resepti paylaşacağım. Düzü mənə maraqlı idi ki, bu keks acı olur yoxsa yox? Bu sual sizə də maraqlıdırsa, o zaman izləmədə qalın. Keksin hazırlanması çox sadədir. Bir iri portaxalı orta ölçüdə kub-kub doğrayıram. Portaxalı seçərkən çalışın ki, şirin və ağ hissəsi, yəni qabıq hissəsi nazik olan portaxallardan istifadə edəsiniz. Doğradığım portaxalları blender qabına əlavə etdim. Üzərinə 1 stəkan şəkər tozu əlavə edirəm. Qeyd edim ki, stəkan ölçüm 200 mq-dır və 3 ədəd yumurta əlavə etdim. Blenderin ağız hissəsinə bu şəkildə örtürəm ki, qarışdıran zaman kütlədən qapaqda çox qalır. Bu dəfə də belə yoxlamaq istədim, mənə görə yaxşı üsuldur. Əgər belə qablı blenderiniz yoxdursa, ərzaqları yoğurma qabına əlavə edib əl blenderi ilə də xırdalamaq olar. 2-3 dəqiqə qarışdırıb portaxalın qabıqlarının tamamilə həll olduğunu gördükdən sonra artıq kütləmiz hazırdır. Gördüyünüz kimi çox xırda portaxal qabıqları qalıb. Kütlənin üzərinə 1 stəkan duru yağ əlavə edib təkrar qarışdırdım. Mən çox qab çirkləndirməmək üçün elə eyni qabda hazırladım. Siz istərsəniz kütləni fərqli bir qaba əlavə edərək də rahat şəkildə hazırlaya bilərsiniz. Kütlənin üzərinə 2 stəkan un, 1 paket qabartma tozu, 1 paket vanil və 1 çimdik duz əlavə edirəm. Təkrardan spatula ilə xəmir topak halında qalmayana qədər qarışdırıram. Reseptdə qatıqdan süddən də istifadə edilmir, yəni evdə əlinizin altında olan ərzaqlardan rahatlıqla hazırlamaq mümkündür. Axıntılı gözəl bir xəmir əldə olunmalıdır. İçindəki topaqlar isə portaxal qabığınındır. Eni 12, uzunluğu 28 sm olan qəlibin hər tərəfini yağlı kağız ilə örtmüşəm. Hazırladığım xəmiri qəlibə tökdüm və tam orta hissəsinə gördüyünüz şəkildə dur yağ əlavə edirəm. Ortası yaxşı qabarıb çatlaya bilsin. Daha sonra spatulanın uc hissəsi ilə də bu şəkildə düz xətt çəkdim. Əvvəlcədən qızdırdığım 160 dərəcəli sobada alt-üst rejimdə üzəri qızarana qədər bişirdim. Bişmə vaxtı sobanıza görə dəyişə bilər, nəzarətdə saxlamalısınız. Çöp ilə də yoxlayıram, içindən qətiyyən xəmir çıxmır, artıq keksimiz hazırdır. Elə keks isti şəkildə olmaqla üzərinə yarım portaxalın suyunu sıxdım. Daha nəmli sevirsinizsə, bir portaxalın suyundan da istifadə edə bilərsiniz. Onu da deyim ki, əgər yumru qabda bişirmək istərsəniz, diametri 24 sm-ə qədər olan qəliblərdə rahat şəkildə bişirmək mümkündür. Yağlı kağızından çıxardım və soyandan sonra dilimləyərək servis edəcəm. Bir çox videoda isti-isti kəsilərək də yeyilir. Yəni həm isti, həm soyuq şəkildə də nuş edə bilərsiniz. Acılığına qaldığı deyilsə, qətiyyən mən acılıq hiss etmədim. Əvvəlcədən dediyim kimi portaxalın seçimi də mənə görə önəmlidir. Qabığı nazik, ağ hissəsi az olan və şirin portaxallardan istifadə etsəniz, çox mükəmməl, yumşaq, ləzzətli keksiniz alınacaq. Əminəm ki, siz də hazırlasanız çox bəyənəcəksiniz və təkrar hazırlamaq istəyəcəyiniz asan reseptlərdən biri olacaq. Bu qədər dəyərli izləyicilər, könül rahatlığı ilə hazırlaya bilərsiniz. Nəticəni mənimlə rəylər bölməsində paylaşmağı, rəy yazıb, bəyənib, dəstəyinizi əsirgəməyin. İzlədiyiniz üçün təşəkkürlər. Allaha əmanət olun.